Güya deyirəm də, mənim yoldaşım, mənim adıma böyüm var idi, ondan gəlinlik salonu işlədirdi. Yəni, ailənin yeganə dolanışı xeyri oraydı. Təsəvvür elə ki, o səviyyədə bezdirdilər, o getdi, rüşvət bu gəldi. Mən də həyatımda nə bir manat rüşvət verməmişəm, nə almamışam. Buna qarşı da savaş verən adamam. Axır məcbur qaldım, bu oyunu bağlatdım. İndi heç bir əsas olmadan götürüb güya veyinə borc yazıblar ki, bəlkə adıma 15 mindir, 17 mindir güya vergi borcum var. Ona əsasında maşını götürüblər, yönəldiblər maşına. Məndən xəbərsiz təsəvvür edir ki, maşını 3 qat aşağı qiymətinə satıblar. İş ali məhkəmədə ola bilər. Qanunla, tutaq ki, hətta belədir də. Hətta tutaq ki, mənim vergi borcum var, əsaslıdır, deyilibdir. Qanun nəyə tələb edir? Maşının qiymətləndirilib baxılmalıdır, baş keçməlidir, bazar qiyməti nədir? Bu müəyyənləşməlidir. Və mənə ilk onu mənə təklif edilməlidir ki, sahibinə bu maşını hər rastda iştirak eləməlisən də. Nə xəbərim olmadan, maşını qiymətləndirmədən, maşının bazar qiymətindən 3 qat aşağı qiymətləndirilib, iş ali məhkəmədə ola-ola, qanun qüvvədə verilib də, İnzibat məhkəməsi qərarı veribdir, sonra apellyasiya məhkəməsində şikayət vermişəm, apellyasiya məhkəməsi təsdiq edibdir, ondan kassasiya şikayət vermişəm, iş ali məhkəmədədir. İş ali məhkəmədə ola-ola, mənə heç bir məlumat vermədən, faktiki maşın da özümdədir. Həyətdədir maşın. Hə, özümdədir bəli. Maşını götürüb satıblar. Nə şey satıblar? 26 minə. Yəni, minimum 40 min dollara dəyəri olan maşın, Land Cruiser'dır da 4-5 turbo dizildir. Ən azı internetə girsən bəllidir də. Yəni, götürüb, o da dələduzluqdur da, dövlət səviyyəsində, indi təsəvvür edin ki, mənim kimi adama bu rəftar edirlərsə, bu cəmiyyətlə nə edirlər? Bu millətin başına görünü oynasırlar. Yəni, heç bir hüquq əsası olmadan da nə məlumat veriblər, nə qərar, adam gəlib ki, maşını... Hələ gəl sizə. Adam gəlib, deyirəm, bu maşını sən, dedim, ya axmaqsan, ya dələdursan. Hərraçda alıb. Hə, deyirəm, sən bir internetə giribsən, maşını almışsan, sən yaşın başını özdə, əl verdilər də, dövlət səviyyəsində dələduz olunmuş. Siz maşını vermədiniz mi? Təbii ki, mən vermərəm axı. Mən maşını o vurup yandıraram. Vermərəm axı. Yəni, mən o günə qaldım ki, mən öz haqla, mən vaxtilə bütün bir millətin haqqını, hüququnu qoruyan bir adam. Öz haqqını, hüququnu qorumayacaqsa, mən başa aparıb qoyaram dəmir yoluna. Sadəcə olaraq mənim asıl deyirəm, bütün əsəblərimlə oynayırlar ki, məni necə qiyama qaldırsınlar, necə üsyana qaldırsınlar. Bütün biz vətən fikirləşdikcə, millət fikirləşdikcə, birisi də dünya hansıdır. Yəni, kimlərsə bütün variantlara əl atır ki, məni necə üsyana qaldırsın. Ben dedim, en az dövlət rəsmi şəkildə burada bəyan edirəm də. Qardaşım, bu ən azı deyirəm olduğu, hətta qanundur da, doğrudan belə. Birinci, heç bir əsası yoxdur vergi borcunun, heç bir əsası yoxdur. İkinci əsası var da, bu mənə məlumat verir. Hələ bu günə qədər mənə qətnamə verilməyibdir ki, yaxşı, harada hərraca çıxarılıbdır, mən hərracdan xəbərim yoxdur, orada iştirak eləməmişəm, hansı qərarla mənim maşınım satılıbdır, necə bu qiymətləndirib, bugün Azərbaycan cəmiyyətini deyirəm də, 2010-un Land Cruiser'i 2018-ci ilə yığılmış, dizel, 4-5 motor, gedin görün 26 min dollara, 26 min manata, belə bir maşın var. Gör, burada nə inəmir, dələduzluq nədir? Zənin vətəndaşı nə inirlər? Əlbini olurlar. Amma Mehmet bəy, indi vergi borcunu ödəməklə deyirsiniz ki, düzdür, qanunsuzdur. Amma hər halda bir kompromis tapmalısınız da. Yox, sizin axıra qədər veriləcəm məhkəməyə də, ya boşdur da, mənasızdır. Vergi borcu indi hələlik kassasiya şikayətindədir. Mən əminliklə deyirəm ki, mümkündür, eyni səviyyədə nə baş veribdir? Təsəvvür edin, eyni iddia ilə müraciət ediblər. İnzibat məhkəməsinə. Məhkəmə iddia edibdir ki, imtina edibdir ki, vətəndaşın maşını sata bilməzsən. O götürüb həmin vergilər departamenti apellyasiya şikayəti veribdir. Apellyasiya şikayətində rədd ediblər ki, İnzibat məhkəməsi düzgün qərar qəbul edib. Yəni, eyni iş üçün təzədən hansı yolla gedib bir də həmin İnzibat məhkəməsində qərar qəbul edib ki, maşın satılsın. Yəni, bir qanunla hüquqi nöqtə, bir iddiaya görə iki məhkəmə ola bilməz. Məhkəmə, ikinci də mən indi ondan sonra da mən vermişəm apellyasiya şikayəti. Apellyasiya şikayəti təzədən İnzibat məhkəməsinin o satılmanın qərarı qüvvədə saxlayıb. Ondan da mən, onu da yenə deyirəm, mənim xəbərim, nə məhkəməyə qərar göndəriblər.
Nə məlum apellyasiya şikayətinin nəticəsində olub da. Bir vaxt məlum olandan sonra mən kassasiya şikayətini gecikdirmirəm. Kassasiya şikayəti vermişəm, faktiki iş bir dəqiqə ali məhkəmədədir. Bilirsiniz, ali məhkəmədə qərar vermədən o qüvvəsinə minə bilməz. Yəni bu qədər qanunsuzluq olar. Bu qədər mənə, mən sadəcə olaraq anlayıram, təkrar edirəm. Bugün dünyanın vəziyyətini başa düşərək, dünya 3-cü dünya müharibəsindədir, ərəfəsindədir, Güney Azərbaycan problemimiz var. Biz bu meydanlara dəfələrlə demişəm, Ləman xanım, biz azadlıq meydanına çıxanda Şimali Azərbaycan üçün çıxmamışam mən. Mən Azərbaycan üçün çıxmışam, vahid Azərbaycan üçün çıxmışam. Necə ki o prezident Ali Baş Komandan 2-ci Qarabağ Savaşında dedi, şübhəsiz qələbəmiz tam ola bilməzdi. Bu Şimali Azərbaycan nöqteyi nəzərindən o prezident. Mən deyirəm, Təbrizsiz Azərbaycan ola bilməz, Güneysiz Azərbaycan ola bilməz. Azərbaycan əgər bütövləşməyəcəksə, bu Şimali Azərbaycanın da istiqlalı hər an təhlükədədir. Hər an biz bu istiqlal itirəcəyik. Yəni ona görə bizim hədəfimiz var. Yəni biz fikirləşəndə hərdən mənə deyirlər ki, Neymət bəy, necə oldu sən 80-ci ən azı dövrü yaşayan insanlar var da, heç vaxt ölümdən qorxmamısan, milyonlara hökm eləyən adam, bu qədir millət, indi niyə çox şeydə susursan? Ləman xanım, çünki biz Sovet İmperiyasına qarşı savaşa çıxanda şuurlu şəkildə düşünürdük, anlayırdıq ki, o dövlət dağılmalıdır ki, biz xilas olmalıyıq. Yəni ona görə iqtisadi cəhətdən, siyasi cəhətdən, mənəvi cəhətdən biz o dövləti dağıtmaq üçün bütün yollar əl atırdıq. Ancaq bu müstəqillik üçün, bu dövlət üçün mən bütün ömrümü, bütün həyatımı Şəhidlər Xiyabanının 70-80% tanıdığım şəxsi dostlarımdır. Bu savaşa biz başlamışıq. Bu müstəqillik üçün mən hər şeyimi fəda edirəm. Bugün mənim 6 övladım var. Mənim həyatda elə bir şey təsəvvür eləyə bilmirəm ki, Azərbaycanın bütövlüyü üçün, müstəqillik üçün, dövlətçilik üçün nəyə qurban verməyə bilərəm? Nədən keçməyə bilərəm? Övladlar əskərliyə göndərmişsinizmi? Dəhşətə bax da. Əlbəttə ki. Göndərmişsinizmi? Əlbəttə ki. Mənim övladım təsəvvür edir ki, getdi, indi deyirəm bu deyirsin. Universiteti qutardı, getdi, oturdu şeydə. O böyük oğlum dünya çempionudur, 5 qat Azərbaycan çempionudur. Magistratura qəbul oldu Türkiyəyə. Oradan gündə mənə ultimatum verdi ki, ata çıxıram gələm, mən deyirəm. Dedim, mən təhsili qutar, sonra gəl. Nəysə də dəfələrlə dedim, mən hədələdim çoxu da, təhsili oxu, davam edətdir, sonra gəl getçiyə. Bir gün gördüm ki, çıxdı gəldi. Dedi, ata, mən orada Anadolu Türkün, mən orada adam var, mənim vətənim, millətim, işğal altında qala-qala, məndən filosof olmaz, mən yeb orada fəlsəfə oxuyası deyiləm. Gəldi, zorla getdi. Bax, ikinci oğlum, o da institut qutarıbdır, şeydə. Üçüncü oğlumu günləri getdik şeydə, institut qutardı, gəldi, gələn kimi getdik voyinkomitə. Məlum oldu ki, gözü 20%, birinin gözü 20% görür. Və konkret olaraq hərbi xidmətə yararsızdır. Yararsızı qoymaq lazım deyil. Yox, bir də yox. Bizimkilərə nə var? Yararsızlar var. Yararsızdır, konkret olaraq deyir ki, voyinkomat mənə deyir ki, bazı xoşqalar gəldi. Mən dedim ki, bunun çarəsi var, getdim Paşa müəllimlə danışdım, Paşa Qəlbir mənim dostumdur. Dedim, bunun müalicəsi mümkündür, dedi, əməliyyat mümkündür. Mən onu əməliyyat elətdirdim əskəriyə göndərmək üçün.